Aynen. Ha. Lale deyirdi ki, hə, şeydir. Deyirdi ki, hərdansa öyrənib, alimlər deyirlər ki, kəşf ki, süd ziyanlı şeydir. Amma süddən düzələn şeylər xeyirli. Məsələn, qatdıqda, məsələn, biz görürük də, mən indi başa düşürəm, amma deməyiblər nəyə görə. Mən indi gördüm, məsələn, süd içirik ya biz. Aha. Süd içəndə, elə ki, şey olur. Süd içəndə, nədə olmalı? Süd içəndə nə olur? Bizdə indi deyəlim, də gedəyəm. Dedim çayını. Bu var deyil. Yolanı nə deyildi? Onu qoymuşum. Nə deyirdilərdi? Məsələn, qoy özüm deyildi. Yolarlı nə deyildi? Yox, qoy sən özüm yaxşısı. Qoymayacam deyildi. Deməyə çalışmam. Lalə deyildi ki, qoymayacam deyildi. Lalə deyildi ki, qoymayacam deyildi. Lalə deyildi ki, yaxşı bildik. İndi axırda deyərsən də. Hə, deyəcək hələ. Lalə deyildi. Lalə zarcan. Davay. Elə fikir var, ürəkdən nə gətirdi ki, mən fikirləşim ki, bu da gül kimidir, açıq burada falan. Sözlü deməyə çalış, sizin şeydən gətirdən. Sonra, məsəl üçün, Lalə deyib ki, hə, bura nəyə qoymuşsan bura? Bu var ha. Bunun plasmasdan da bu. Bunun içində bundan sonra südü içəcəm, qəşək apar koyacam marazilkaya. Niyə? Yumayacam da, yəni su axı qıta çıxırdı, yəni bildiği su qıtırdı. Sonra, gələn də marazilka da xarab olmur da. Məsələn, ayda bir dəfə yeyə bilərəm. Heç yumasan da olur. Sonra marazilkaya qoyarsan. Sonra ondan sonra məsəl üçün bildik ki, yumayasan deyə. Lalə nə deyirdi? Mən hələ qoy deyim. Lalə nə deyirdi? Mən məsəl üçün hələ o stəkan var deyil. Məsələn, bax, bunda mən süd içmişəm. Hər dəfə yuyuram. Niyə? Çünki süd içəndə bütün yaxşı stəkanın divarları zorla təmizləyirəm. Adi, Lalə nə deyirdi? Deyin, hə, deyirdi ki, süd ziyandır, alimlər, ziyandır, nə, inək südü. Amma keçi südü falan da yəqin elədir. Amma ana südü elə deyil. Məsələn, bu qan damarlarını kirəzləşdirərdə, elə bir duru yağlar var, o zizdir, məsəl üçün, neynəmişsən? Divarları belə hopar, orada da. Amma Lalə deyir ki, öyrənsə ki, nə öyrənsə ki, ondan süddən hazırlanan şeylər yaxşı. Məsələn, qatıq, ziyanlı deyil, süddən hazırlanan. Amma niyəsini açıqlamamışsa, sən bu qabı yiyəndə başa düşün ki, bu əgər belə kirəz tutursa, deməli qan damarlandırsa, da süd eləyir, sırası içməz. Qatıq olanından sonra, məsəl üçün, görürsən, ayran elə deyil sonra. Boşun, süddən hazırlananlar qan damarları bildik, tutmur, sonra evet, bunu deyildim. Sonra amma mən bir dənə də söz deyim. Bax, bu çörək biz yerə düşənə, məsələn, mən çörək yerə düşür, atıram. Yox, düşürsə bir yavaş da götürür, özə təzim edir. Niyə öpürdün, qoydun gözünün üstünə? Nəysə, polu da silərsən, göğərlər qalsın, su qıtır. Yaxşıdır da dözmək olur. Deyir, yaxşıdır. Demək, bu, elə ki, nədə olmaz, hafiyə baxır. Yaxşı demir, nə? Elə bir ki, çörək, mən bir-iki yerdə olub demişəm, deyirlər, yox, çörək olmasa, biz hər şey çörəklə yedik, çörək olmasa mümkün deyil də yaşamaq. Mən dedim onda, yəni sən nəyə deyirsən? Sən nəyə deyirsən? Yox, Mərkoy bir dənə bildim. Sən nəyə deyirsən? Mərkoy deyim, yaxşısın. Düşsün. Hə. Küsməm sən bilir. Mən bir adı azaltdım var da, bir şey eləmirəm ki, əl sağ ol. Sənə tabi deyiləm ki, əl sağ ol. Mələklər də ilahlaşdırmaq olmaz. Sonra mən öz ağlımı işlətməliyəm və ağlımı işlətməsəm üzərinə pislik yağar. Allah Quranda buyurur. Hələ deyil. Məsəl üçün, o nə dedin ki, nə dedin? Amma imkan verdə deyim, daha da hərində deməyə cəhd elədə, mən də qoymayacam. Görürsən, iradə azadlığı nə edir? Məsəl üçün, çörək, belə eləyəmirəm. Yaxşı, Allah xətrimə demir, eləmədə mən yaxşı. Deməli,
Əgər çörəyi ilə öpüb qoydu gözümüzün üstünə, deyirlər ki, çörəyi tapdalamanın günah olduğunu bildirir. Əslində o digər yeyinti məhsulları da, məsəl üçün, nədirlər? Onlar da nemətdir də, az sağ ol. Kartuşkan qabığı da versən, nə pandoru, nəsə axır ki, heyvanı da yedirdirmək olar. Hələ bu Bravo mağazində o günlər nə qədər şeylər atlar, nə elə heyvanları da öldürmək olardı, meyvə şeyləri. Sonra onda elə süt var ha. Sütlə onda sən nə misal gətirsən, denə Allah sonsuz şükürlər olsun ki, ağlıma gəlmişdi, denə fikirləşdin, Allah diləyənə verib. Nə oldu? Ki, bəs süt, bəs uşaqlar içir. Onda o nə deyirlər? Çörək əgər olmasa insan heç cür yaşayabilir. Çörək yemədən yaşayanlar da var. Məsəl üçün, elə adamlar var. Məsələn, Zaurla Günaydın nədir? O verir uşaqlarını. Onlar da deyirlər, uşaqlar çörək alırlar. Mamam dedi ümumiyyətlə. Sonra Yavurcanam dedi. Sonra elə bir ki, süt var. Sütü də uşaqlar içirlər. Onlar süt də içməsə böyüyə bilməz. Amma ana sütü. İnək sütü, keçi sütü və keçi sütü ki, ana sütü tərkib edilməlidir. Ola bilər, hələ. Səncə ola bilər? Və mənim mamam bioloji-anam. Mama deyəndə narahat oldum, çünki düz danışmıram. Ananın bioloji-anam, evlənli qızın uşağını doğum evində, mən anadan olanda neyiniyib? Süz verib. Onun süzü çox imiş, o arvadını yox imiş, uşağına verib. Neyiniyib? Deyirəm ki, görürsən, indiki adamların yer süt içəsində çoxunu. Keçirlər, mağazindən alır, apteklərdən alır. Davay da az böyle. Git paylaş. İnşallah. Nəyə bildirmək istədim burada? Az böyle, mən deyiləm onu. Keçirsən. Və çəkmə demədə çəkmək istəyirəm. Niyə? Qarğalar, nə keçək qarğalarımız var. Belə qarğalar çoxalır. Nə yaxşı çoxalır. Geçək qarğalar da səslərlə var. Geçək yerlərimiz, gözəl yerlər. Şefqa, bəli. Mən basdım qonaqlarını. Bir dənə denə. Onu de. Dünya kədər geyinməsin. Sevinç gülər, həzin. Qəmdən əsər qalmayacaq. Qoy oxusun şən nəğməsin. Bana verdiğin gülü, inan ki solmayacak. Benden ayrılsan bile yerin hiç dolmayacak. Kızını alıp mısın? Temiz. Sağ olsun. Gelmedi. Ola, salam, nətənsən? Ay Ola, düşmüsən məndən? Bunu rağla verərsən, yaşlı sadiyyə işlədə biraz sağ ol. Özüm yeyin. Ağız. Bu, birazdan danışar edir. Hələ fikirləşir ki, kimə versin. Tapşırmışsan da. Nələr? Gedək gəzməyə, nə? Dedim gedək gəzməyə. Kimə deyirsən? Sənə. Ola ilə get. Yox, əllərin düşür. Niyə? Əlcəyim var da. Ola, gedim gəzməyə.
Cənnətdə nə? Qış yeri, soyuqdur denə. Heç nə demə. Hı -hı. Sərfası, hə. Heç nə demə. Bu Raul yəni. Raul'a sitayiş eləmirəm. Hı -hı. Ama öpmək lazımdır. Bu burnunda yaz. Sağ ol Raul. Gəlmədin. Ay Raul, maman səni bağçaya qoysa, bağçada sənin başı oynatacaqlar. Ay Laləzara deyərsən ki... Ay Mələk. Mən dünən mamama, yox, bioloji anava düşməndə dedim. O Murada da dedim. İndi burada mənə denə. Dedim ki, Mələk, o Saranda, Raulda bağçaya gətir qoymasınlar. Çünki, bəli, olmaz. Düşünənlər çoxdur. Sonra gələcəkdə fəsad verin şeylər, dərmanlar tətbiq edirlər. Məsəl üçün, döyməçələrdə, şey eləməklər. Olmaz. 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 Ayı, məlun şeytanlar